Aparaturadan başı çıxan qardaşlara bir sual vermək istəyirəm. Sizcə Sony dinamikləri güclüdür, yoxsa Kenwood dinamikləri güclüdür? Qiymətləri hər ikisi eynidir. 16 santim Kenwood, 16 santim Sony. Gəlin mən sizlərə kolonkaların effektini göstərim. Sony dinamikləri. Və Kenwood'un dinamikləri. Və 4'ü birlikdə. Effektini gördünüz. Sony dinamikləri daha çox səsə meyillidir. Kenwood dinamikləri bas səs qarışıqdır. Qiymətləri cütü cəmi 58 manat endirimlə avtogənclikdən əldə edə bilərsiniz. Çatdırılma xidmətlərimiz də var. Metrolara 5 manat, rayonlara 8 manat. Dinamiklər hər ikisi Sony'də, Kenwood'da tam orijinaldır. 16 santim dinamiklərdir. Kenwood'un vatı 300 watt 30 RMS-dir. Sony'nin vatı 260 watt 45 RMS-dir. Bu dinamiklərin 13 santimlığı da var, 10 santimlığı da var.